Deyirəm, həqiqətən insan gerek biraz səbirli olsun. Yolda bir neçə maşın avtostop olduğunu görüp sürüp getdi. Bayağı bir gərginləşdim, səhər tezdən əsəbləşdim, amma Allah qarşıma elə insan çıxardı ki, mənə Şamaxıda çaydı, ikram elədi, icazə vermədi, ödəniş ödəyim. Sonra Talistana, bu kəndin girişinə qədər gətirdim, Qaranoğura gedəcəm. Yolda qoymadı, avtostop olduğumu bildiği halda götürdük. Yine pul təklif elədim bir miqdar ki, əziyyət çəkdi. Sağ olsun, beni yolda koymadı, vaxtında çata bildim. Pul belə götürmədi, hətta çantamı tuttu ki, rahat giyinebilim, ağırdı çantam. Ona göre bəzən tələsməmək lazımdır. İtirdiyiniz şeyler belki de kazandığınız şeylerin yanında çok kiçik qalacaq olan şeylerdir. Ona göre həqiqətən çox şükür ki, bugün işlərim çox avans getdi və çox tez bir şəkildə Talistana çata bildim. Deməli, mən hələ evdən çıxanda Bakıda 8'in yarısı idi. Hardasa saat 11'e 15 dəqiqə qalıb. Çox möhtəşəm, yəni ki, çox rahat çatmışam, vaxtında çatmışam. Hikingimi də edib, Qaranoğura çıxıb, ocağımı qalayıb, axşam üçün hazırlıq görə biləcəyim bol zamanım oldu. Belə gözəl dağ mənzərələrin seyr eləyə-eləyə yol alıram. Qabaqda avtobus getdi, bəlkə də tur idi, saxlamadı, doluydu. Çok sağ ol, var ol dayı. Salam. Ya Allah, sağ ol. Salam aleyküm. Sağ olsun, bir dayı beni getirdi, dedi yolda. Gördüm takside yaşlı bir dayıydı, dedi ne verersen. 3 manata razılaştık, geldik. Avtostop eləmədim. Geldim, biletimi götürdüm, 2 manatla giriş. Maşınlar da qalxır, taksiler de qalxır, mən piyada qalxacam. Bu güzel mənzərəni seyr edərək. Bir dəfə də gəlib gecəni qalmışdım. İkinci günə keçmişdim, onun ödənişini ödəməmişdim. Ona da dedim ki, bəs belə sizi tapa bilmədim, ödeyə bilməmişdim. Dedilər, hava xoşun olsun. Qalxıram indi Qaranoğura.